Bu medallar sizin babanıza aiddir, değil mi? Bəli. Fəxri dəmir yolçu olubdu, vaxtında dəmir yolu rəisi olubdu. Təxminən neçənci illərdə olub, bilmirsiniz? Təxminən 70-80-ci illərdə. O vaxt Qarabağdan sonra işə görə getməli olublar Naxçıvana, Ordubada. Adı soyadı babanızın? Zalı Quliyev. Zalı Quliyev. Artıq Artıq dünyasını dəyişibdi, çox güman ki. 95 yaşında, 2016-cı ildə. Deməli, buradan Ordubada gedəndən sonra bir müddət dəmir yolunda fəhlə işləyibdi. Bəli. Daha sonra vaxtilə həm fəaliyyəti, həm karyerası get-gedə qalxıbdı. Həm get-gedə etibar qazanmağa, nüfuz qazanmağa başlayıbdı və bununla da dəmir yolu rəisi olubdu. Elə bu gün də bizim ailə olaraq firavan yaşamağımızda onun böyük bir Tövhəsi var. tövbəsi var. İndi danışanda biraz kövrəldim. Onun çox uşaq yaşlarımda, hardasa 6-7 yaşında onu görmüşdüm. Artıq təsəvvür edin, kişi əməli çökmüş idi. Yəni artıq düz əməlli yeriyənmirdi, gəzənmirdi. Hətta yadıma düşür bir dəfə ermənilərlə müharibədə olmayıbdı. Sadəcə ümumiyyətcə sərhəd arasındakı müharibədə gülləni dolduranda, atəş açanda sağ barmağını, balaca barmağını itiribdi. Güllə ilə bir yerdə qopardıb aparıbdı. Çox acı günləri ilə xatırlayıram, onu artıq ömrünün son illəri idi. Bu babanız bəs? Bu onun cavanlıq illəridir. Cavanlıq illərdə. Amma deyəsən bu başqa bir digər babanız, yəni bu Əflatun Quliyev. Bu atamın anasının atasıdır. Bu atamın atasının atasıdır. Bu onu deyim ki, Zalı babam, Zalı Quliyev dəmir yolunda fəaliyyət göstəribdi. Lakin Əflatun babam, Əflatun Quliyev isə əsl müharibənin o kritik nöqtələrində, kritik cəbhələrdə fəaliyyət göstəribdi. Burada gördüyünüz xanım babamın qızıdır. Bir dənə qızı olubdu, Əntiqə Quliyeva. Ən böyük oğlu... Hal-hazırda qızı həyatadır, değil mi? Bəli. Ən böyük oğlu mənim babamdır, Gəray Quliyev. O da vaxtilə poeziya yolunda işləyibdi. Hamısı öz qüdrətinə heç bir... Bu babanızın cavanlığıdır, hə? Bəli, bu əsl dəmir yolu vaxtında, o əsl qanı qaynayan vaxtlarında deyək belə. Bəli, gənc vaxtlarında. Medallara gəldikdə isə bu aşağıdakı medallar dəmir yoluna görə və bu da ən vaciblisi buydu. Digərləri isə müharibəyə görə verilibdi. Biri müharibənin 50 illiyinə görə, biri əmək veteranı, biri də ki Rəşadət ordeni. Ən dəmir yolunda onun ən çox qaldıran, ən çox fəaliyyətini göstərən medal isə bu olubdu, Fəxri dəmir yolçu. Hal-hazırda babamın oğulları isə heç bir medallar yadında qalmasa belə ən birinci yadlarına heç vaxt çıxmayan medal bu olubdu. Fəxri dəmir yolçu. Siz indi babanızın gülşəsini yaratmaq istəyirsiniz anladığım qədərilə. Yaratmışam sadəcə bir iki dənə, necə deyim, eksik deyim. Çünki adım kimi əminəm ki, babamın verilməyən medalları, daha doğrusu yaddan çıxan, unudulan, əminəm ki, çox medalı var. Çünki o qədər böyük bir müharibədən ancaq bu qədər medalın qalacağına inanmıram. Çünki onların bizə danışdığı qədəri ilə bu qədər medalları yox idi. Çoxu itibat olubdu. İndi tədricən Əflatun babam bilirəm ki, Qarabağ müharibəsi dövründən əvvəl rəhmətə getmişdi, hardasa 87-ci ildə. Ondan sonra nənəmgil oradan çıxıb, yəni hələ müharibə düşməmişdən qabaq gəlmişdilər Bakıya. Müharibə düşəndən sonra itibat olandan sonra təbii ki, adım kimi əminəm ki, burada göstərən Vətən müharibəsidir və digərləridir. Hamısını ermənilər ya götürdülər, ya itibat oldu, Allah bilir nə oldu. Mənimsiblər bu ermənilər. Bizə tək çatan Zalı babamın medalları oldu. O da ki, uzun bir müddət padvalda qaldı. Çoxunun da, onun da çox itibat oldu.